Talışların sayı hal-hazırda 2 milyondur. Həmin vaxtda, yəni bunların sayı 20-30 min adam olanda, 4 minlik bir dövlətlər olanda talışların burada əhalisi 300-400 min əhali təşkil edirdi. Bəlkə rəqəmlərdə bir qədər səhv edə bilərəm, amma %100 deyə bilərəm ki, bunların əhalisindən qat-qat çox bizim əhalimiz var idi. Tarixdə dövlətimiz var idi, həm Talış xanlığı, həmçinin də Sovetlər qurulmamışdan qabaq, yəni Azərbaycan necə qurulmamışdı, Sovetlər qurulmamışdan qabaq qısa tarixdə bir neçə aylıq mövcud olmuşdu. Bizim də respublikamız vardı, Muğan Sevat Respublikası. Bunlar Talışların qurduğu respublika idi. Yəni nəyə görə bu qədər zənginliyi olan bir respublikanı milləti respublika etmir Sovetlər Birliyi, gəlir türklərdən yapışır. Yəni bizim Azərbaycanla eyni bir statusumuz var idi təxmin olaraq. Yəni nəyə görə Azərbaycandan daha dərin tariximiz var, daha qədim tariximiz var, belə baxsaz. Həmin andakı statusdan mən danışıram ki, Azərbaycanın bir qədər üstünlüyü var idi, Avropadan, Britaniyadan maraq var idi, amma bizim tarixi statusumuz Azərbaycan statusundan daha genişdir. Və hətta bu respublikaların tarixindən ümumiyyətlə genişdir. Yəni Altay, Tuva, Qarasay, Çərkəz bunlar bizlə Talışlarla müqayisə gələ bilməz bir şeydir. Həmçinin ləzgilərlə müqayisəyə gələ bilməz bir şeydir. Bizdə avarlarla müqayisəyə gələ bilməz. Həmin vaxt indi tatları məhv eləyiblər, amma həmin vaxt tatların daha güclü bir milli kimliyi var idi Azərbaycanda. Yəni necə olur ki, bizə bu qurulmur, gedir türklər üçün qurulur. Və sonra da belə bir propaganda ortaya çıxır ki, güya türkləri Rusiya məhv eləməyə çalışıb, Sovetlər Birliyi bunları əzirmiş, bunları nə bilim ət maşınına çevirmiş. Bizim xəbərimiz olmayıb. Bunlar hamısı yalan-palan söhbətlərdir.